Ümumiyyətlə kök hüceyrə iltihabı azaldan orqanizmdə tətbiq olunduğu nahiyədə, zaten iltihab olan nahiyələrdə də qızartı, şişkinlik, ağrı, temperatur bunlar hamısı olur. Adətən avtoimmun xəstələrdə də bu belədir. Revmatoid artrit kimi xəstələrdə. Ona görə də iltihabı azaldaraq, yəni xroniki iltihabı varsa bədəndə mütləq şəkildə hətta yəni bunun ağırlaşması kimi onkoloji xəstəliyə gətirib çıxara bilir. Çünki bilirik ki, onkoloji xəstəlik özü də iltihab yığınıdır və bu adətən immun sistemi aşağı olan insanlarda, çox stres keçirən insanlarda, düzdür, bugünkü gün ümumiyyətlə həmişə onkoloji xəstəliyin tam bir səbəbi yoxdur ki, buna görə yarandı. Amma bu nüanslar, bu faktorlar vardır. Yeməklərin burada çox böyük rolu vardır, fast foodların, eyni yağlarda qızardılan. Yağda, yəni bir yağda bir yemək bişdi, ikinci yemək bişirsə, bu artıq kanserogen maddədir bu yağlar. Bunların hər birinin rolu böyükdür. Yəni bu xroniki iltihabı da vaxtında müalicə eləmək lazımdır ki, xroniki bir şəkildə qalıb, mütləq şəkildə çox böyük ağırlaşmalara səbəb olar. Ona görə də kök hüceyrə terapiyası iltihabı azaltdığına görə orqanizmdə bu ağrıları, bu xroniki iltihabı aradan götürərək onun ağrılarını da yox etmiş olur. Yəni əsas iltihab aradan götürülürsə ağrı da yox olacaqdır bir simptom olaraq. Amma hər zaman pasientlərə deyirəm, inanın uzun müddət ağrı kəsicilər yaşayan insanlar var. Heç həkimə getməyib və yox gedib deyir ki, doktor bir müalicəsi olmadı da mən sağalmadım. Ağrı kəsici sağalmaq deyil. Ağrı kəsici bugünkü gün simptom aradan qaldırır. Bizim üçün əlimizdə olan çox yaxşı dərman maddəsidir. Çünki bəzi həqiqətən kəskin ağrılar vardır ki, onu başqa bir yolla bugünkü gün sakitləşdirə bilmirik səbəbi aradan qaldırana qədər. Amma simptom mütləq müalicə olmalıdır. Uzun müddət baş ağrısı, uzun müddət mədə ağrısı ilə gəzən insanlar var. Bu o deməkdir ki, sizə xəbərdar edir orqanizm ki, mən yəni ağrıyıram, məndə bir problem var, patologiya var, sizə özümü bu cür bürüzə verirəm. Ona görə mütləq şəkildə müayinə, vaxtı-vaxtında müayinə. Bizim ölkədə insanlarda problem budur ki, bax artıq sığorta sistemi də vardır. Gedib yaralana bilirlər. Bizim ölkədə vaxtı-vaxtında müayinə olmayan, inanın eyni gündə 3 xəstə, bəli, 3 xəstə adi bir ləkəyə görə müraciət edir. 3 xəstə eyni gün müraciət edib, yanımdakı asistan da deyir ki, doktor bu da eyni cavabı verəcək. Artıq gülə-gülə gözləyir ki, eyni cavab. Axırıncı nə vaxt ultrasəs müayinəsində? Yəni ən ucuz, ən rahat, ən necə deyim, əl çatan və qiymətdə ucuz olan bir şeydir. Nə vaxt ultrasəs müayinəsində olmuşsunuz? Belki bir deyir hamilə olanda ən son, bir deyir nə bilim 3 il olar, 5 il olar. Yəni bunu ən azı biz 6 ay deyirik, heç olmasa ildə dəfə keçmək lazımdır. Ya deyir ki, doktor mənim heç bir xəstəliyim yoxdur. Məsələn, bir köplə müraciət edən, deyirəm köp varmı? Var. Səhər duranda ağızzacılıq varmı? Var. Ürək bulanma varmı? Sanki səhər yeməyin yemək istəmirsiniz? Var. Ödünüzdə problem var? Yox, mənim daşım yoxdur. Daş olmaq o demək deyil bizim problemimiz yoxdur. Xolesisit, durğunluq, bəli dediyimiz polip ola bilər. Yəni öddə bu spazm varsa öd buraxmır, avtomatik olaraq qəbizlik, köp, bir çox patologiyalar yaranacaqdır. Yəni o daşa gətirib çıxarır, o deməkdir ki, artıq əməliyyatdır. Amma xolesisit isə biz onu müalicə eləyə bilirik. Niyə görə bu daşa gəlib öd kisəsi götürülməlidir? Yəni bu adi bir xırda bir şeylərdir. Qurd invaziyaları ilə çox var. Yəni nəinki uşaqlar, böyüklərdə də var. Diş qıcama varmı? Var. Ağızdan su axma varmı? Var. Yatanda bu hallar olurmu sizdə? Düzdür, əsəbi biz diş qıcamasını sırf qurda bağlaya bilmərik. Amma bu da bir faktordur. Bütün bunları yoxlayırıq. Tətikləyən, bəli, bu da bir faktordur. Bir də səhər elə bugün bir xəstə ilə əlaqə saxladıq. Hələ işə buradan sonra gedəcəm, getməmişəm. Bir xəstəyə müraciət elədim. Xəstə deyir ki, özü müraciət elədi, yazdı. Sonra nömrə verdim, gördüm çox yazdı ki, bir əlaqə saxlayaq, qısa danışaq ki, sizlə. Deyir, doktor, heç nəyim yoxdur, sağlamam. Bütün analizləri vermişəm. Bütün analizləri vermək mümkün deyil. Ləkə ilə bağlı bu pasientdə. Mən bir-iki analiz soruşdum. Yox, doktor, onu verməmişəm. Yəni, bizə lazım olan bir analiz vardır. O demək deyil ki, bütün analizləri vermişəm. Bəzi müəyyən analiz vardır ki, onu verib və 2009-cu ildən əziyyət çəkən pasientdir ki, hələ də eyni patologiyana əziyyət çəkir və sağalmayıbdır. Deyir, doktor, siz mənə ümid yeri oldunuz. Mən yenə də ona tam sağalacaqsan demədim, çünki tam müayinə etməmişəm. Amma şəkili gördüyüm bir telefonda danışdıq. Bir də bunu deyim ki, pasient qəbizlikdən də əziyyət çəkir, bir çox quruluqdan da və pasient sutka ərzində bir stəkandan artıq su içmir. Bu özü bir böyük patologiyadır. 60 kiloqram çəkisi olan insan ən azı yox, elə ortalama 2 litr su içməlidir. Bu qəbizliyə də yol açan, dəri quruluğuna da yol açan və üzümüzdə olan ləkələrə, problemlərə mütləq şəkildə yol açan bir patologiya. Adi bir şeylə, mən dedim, gələnə kimi uzaq bir rayondan kətdə yaşayır. Ən azından bunu edin gəlin. Başqa bir şey deyə bilmərəm, pasienti müayinə etməmiş. Ən azından bir bunu edin gəlin. Xəstə bir böyük ümidlə sağolaş ki, doktor, tezliklə gələcəm. Yəni, ən azından bu primitiv şeylərə biz fikir verməliyik. O demək deyil, dərman içdim, hər şey yaxşı olacaq. Hər bir şeyə mən pasientimi hər tərəfli izləyirəm. Ona müalicə yazıramsa, o reseptə suyu da, litr
xatirinə qədər qeyd edirəm. Ona görə gözəl nəticələr olur Səkinə Bəli, xanım. mütləq şəkildə hər bir şeyə baxma, kompleks, müalicə kompleksi olmalıdır. Düşünürəm ki, bax elə mən hər efirdə demək olar ki, bunu qeyd edirəm. Bu efirdə belə özəlliklə qeyd eləmək istəyirəm ki, sizin uzun illərə dayanıqlıq həm terapevtik təhsiliniz, təcrübəniz, praktiki təhsilinizdən də əlavə yaşantılarınız, təcrübəniz sizi insanlara kompleks yanaşmağınızda və gözəl nəticə əldə eləməyə səbəb olur. Mütləq şəkildə. Çünki Yoxsa ala siz bilmərik. terapevtika ümumiyyətlə can həkimi də, belə el arası can həkimi. Ona görə canımız sizə əmanətdir Səkinə xanım.